Hamıya salam. Bu videoda C++ dilinə giriş və olimpiadalar haqqında danışacağıq. Ümumi olaraq C++ dilinin sintaksisi, təbii ki, yəni ilk dərsdə deyək, təməl formada olan hissəyə baxacağıq və olimpiadalar nədir və s. bu haqqda danışacağıq. Ümumi olaraq mən hal-hazırda bunu bir seriya kimi, yəni dərs seriyası kimi davam etdirmək istəyirəm. Burada özüm yazdığım PDF-lər var, hər mövzu ilə bağlı. Daha Unit 1-in ilk 3 mövzusunu yazmışam. Hər unitdə 10 mövzu olmaqla təxmini 4-5 unit ümumi bütöv proqramı bitirməyi düşünürəm. Yəni ümumi belə deyim də, yəni təxmini 40-50 mövzuya. Hələ ki ilk 3 mövzunun PDF-ini yazmışam, amma yəni əlbəttə ki bunları davam etdirəcəm. İlk mövzumuz buradan da adından da göründüyü kimi C++-a giriş və olimpiadalardır. Bu şəkildə PDF açdığımız zaman, yəni PDF-in müəllifi mənəm və hal-hazırda yox, amma gələcəkdə bunu bir, necə deyirlər, kitab halına gətirməyi də düşünürəm. Burada content var, yəni Azərbaycan dilində, yəni mündəricat. Burada ilk deyərlər, ilk hissəyə baxaq. Dünyada informatika olimpiadaları. Burada PDF-i böyüdüm. Ümumiyyətlə dünyada bir çox yarışlar keçirilir proqramlaşdırma üzrə və biz hal-hazırda burada məktəbliləri üçün olandan danışacağıq. Bunlardan ən məşhurları IOI, Beynəlxalq İnformatika Olimpiyadası, COI, Mərkəzi Avropa İnformatika Olimpiyadası və Asiya Pasifik İnformatika Olimpiyadasıdır. Bu olimpiyadalar ümumi olaraq necə keçirilir? İlk növbədə ölkə daxili, hər ölkə öz daxilində seçim turları keçirir. Məsələn, Azərbaycanda bu, yəni necə deyirlər, Beynəlxalq Olimpiyadaya gedən, yəni ən böyük yol RFO-dur, Respublika Fənn Olimpiyadaları. Hansı ki, bu Respublika Fənn Olimpiyadalarında qalib olan şagirdlər seçmə imtahanlarına çağırılır və bu seçmə imtahanında ən uğurlu nəticə göstərənlər milli komanda daxilində Beynəlxalq İnformatika Olimpiyadalarına gedir. Hansı ki, burada adlarını çəkdiyim, düzdür, bunlar sadəcə bir hissəsidir. Amma yəni əsas bunlar haqqında biraz danışacağıq. Ümumi olaraq ən məşhur, ən böyük, ən prestijli informatika olimpiyadası IOI-dır. 1989-cu ildən keçirilir və səhv etmirəmsə 100 civarı ölkə iştirak edir bu olimpiyadada. Yəni bu ən prestijli olanı bu olimpiyadadır. Bundan əlavə Mərkəzi Avropa İnformatika Olimpiyadası var. Burada əsasən Mərkəzi Avropa ölkələri iştirak edir. Amma yəni qonaq ölkələrdə olur. Hansı ki, Amerika, İsrail kimi ölkələrdə olur. Və əlavə olaraq Asiya Pasifik İnformatika Olimpiyadası var. Bu olimpiyada onlayn formatda keçirilir. Lakin əlbəttə ki, yəni bu olimpiyadada da uğur qazanmaq, yəni necə çox böyük bir nailiyyətdir. Və əlavə olaraq da əlbəttə ki, bu olimpiyadalarda bürünc medal qazanan şagirdlər belə dünyanın ən prestijli universitetlərindən, hansı ki, MIT, Oxford, Zurich, KAIST. Burada adlarını yazmışam, amma çox daha fərqli universitetlər də var da, Harvard, Stanford kimi universitetlər təklif alır. Bir də onu da qeyd edim ki, əgər siz Respublika Fənn Olimpiyadalarında, hansı ki, ölkə daxili keçirilən Respublika Fənn Olimpiyadalarında qızıl, gümüş və yaxud da bürünc medal almısınızsa, öz elə bil medal aldığınız fənnin ixtisasına uyğun ixtisaslara tam, yəni imtahansız və ödənişsiz şəkildə girə bilərsiniz. Məsələn, siz Respublika Fənn Olimpiyadalarında informatika fənni üzrə bürünc medalçısınızsa, bu zaman artıq siz informasiya təhlükəsizliyi, kompüter elmləri kimi bir çox ixtisasa öz istədiyiniz universitetdə daxil ola bilərsiniz, tam imtahansız, dimin imtahanında iştirak etmədən.
Və əlavə olaraq bunu da xüsusi qeyd edim ki, əgər siz IOI-dan medal alsanız, milli komandaya düşüb IOI-dan bürünc medal belə alsanız, artıq fərqi yoxdur ki, yəni siz hansı informatikadan medal almısınız. Yəni belə deyim, əgər IOI informatikadan IOI-da medal alan biri istəsə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, istəsə Azərbaycan Tibb Universitetinin müalicə işinə, yəni qısacası istədiyi ixtisasa daxil ola bilər. Amma Respublika Fənn Olimpiadasının qalibləri yalnız öz seçdiyi fənnə uyğun ixtisasa daxil ola bilər. Burada Azərbaycanda olimpiadalar haqqında yazmışam. Düz bundan haqqında danışdıq, amma gəlin Respublika Fənn Olimpiadaları haqqında biraz daha danışaq. Əslində bu yarışı məncə artıq demək olar ki, hamınız bilir. Bu yarış ümumilikdə 3 mərhələdən ibarətdir. Rayon şəhər mərhələsi, yarım final mərhələsi və final mərhələsi. Daha doğrusu 2 mərhələdən ibarətdir. Rayon şəhər mərhələsi və respublika mərhələsi. Respublika mərhələsinin özü də 2 turdan ibarətdir. Yarım final turu və final turu. Və əlbəttə ki, siz tur atladıqca sualların səviyyəsi çox qalxır. Yəni rayon şəhər mərhələsinin sualları ilə final mərhələsinin sualları arasında bir xeyli fərq var. Və bunu da qeyd edim ki, düzdür, bu hər il olunur, amma müəyyən illərdə Respublika Fənn Olimpiadalarında finalda iştirak edən şagirdlər belə seçmə imtahanlarına çağırılır. Yəni finala çıxıb amma medal ala bilməyib, lakin seçmə imtahanına çağırıldığı illər olur. Və indi gələk biz kodu necə yazırıq? Yəni bu əsas giriş hissəyə. Ümumiyyətlə biz kod yazmaq üçün 2 vasitədən istifadə edirik. Mətn redaktoru və kompilyatör. Mətn redaktoru üçün burada nümunələr göstərmişəm. Məsələn, Windows-dan Notepad, Mac üçün TextEdit və yaxud indi burada Visual Studio Code Sublime Text var. İndi ümumən bütün dərsləri Visual Studio Code üzərindən keçəcəm. İndi birazdan bunun haqqında daha dərindən danışacağıq. Və onu da qeyd edim ki, mətn redaktoru yalnız kod yazmaq üçündür. Yəni biz mətn redaktorunda kod yazıb onu işə sala bilmirik. Biz kodu işə salmaq üçün kompilyatora ehtiyac duyuruq. Kompilyator nədir? Elə bil bizim yazdığımız kodu kompüterin başa düşə biləcəyi bir formaya çevirir. Yəni bir baxım əslində tərcüməçilik edir deyə bilərik. Biz indi C++ dilindən istifadə edəcəyik deyə G++ kompilyatorundan istifadə edəcəyik. Burada indi cout salam nümunəsi var. Bunu hələ ki başa düşməyəcəksiniz. Yəni ona görə hələ ki bu qismi keçirəm. Yəni birazdan yine ayrıdan bura qayıdacağam. Gələk ID-yə. Bu nədir? Elə bil mətn redaktoru və kompilyatorun birləşmiş formasıdır və ən məşhur ID-lər CodeBlocks, hansı ki RFO-da yəni bir çox şagirdlər bundan istifadə edir. Çünki işlətməsi Visual Studio'ya nisbətən çox rahatdır. Əlavə olaraq Selenium var. Bu hansı ki daha çox macOS sistemlərdə istifadə olunur. Lakin onu deyim ki, yəni əgər siz Respublika Fənn Olimpiadalarına hazırlaşırsınızsa, ya CodeBlocks-dan istifadə edin, ya da Visual Studio Code-dan. Yəni Visual Studio ilə Visual Studio Code-da fərqli şeylərdir bu arada. Yəni əgər siz RFO-ya və yaxud da beynəlxalq informatika olimpiadalarına hazırlaşırsınızsa, mənim tövsiyəm ya CodeBlocks-dur, ya da Visual Studio Code-dur. Yəni biz bu dərs videolarında Visual Studio Code-dan istifadə edəcəyik. İndi gələk biz əsas ilk C++ proqramına. İndi burada nümunə üzərində izah edəcəm bu kodun nə işə yaradığını. Sonra özüm Visual Studio Code açıb orada yine yazaraq bunun üzərindən keçəcəm. Ümumiyyətlə bu proqram ekrana Hello World, yəni salam dünya, bu çox məşhur bir ifadədir artıq, yazısını çıxarır. Burada nədir? Burada fikir versəz include bits std c++.h yazısı var. Bu kitabxanadır. Yəni bu necə deyərlər, daha da ən yaxşı gəlin bunu mən burada göstərim Visual Studio Code açıb. Belə daha yaxşı olacaq. Ümumiyyətlə
C++-da bir çox fərqli kitabxanalar var. Məsələn, include IOStream və yaxud da include CMass, yəni və s. Yəni bir çox fərqli kitabxanalar var. Bu kitabxanalar nə işə yarayır? Bu kitabxanalar bizim, belə deyim də, hansı ki bizim kodumuzda istifadə edəcəyimiz müəyyən funksiyalar ki var. Biz bu kitabxanaları yazmasaq, yəni kodumuza daxil etməsək, biz o funksiyalardan istifadə edə bilmirik. Məsələn, biz hər hansısa bir ədədin kub kökünü tapmaq istəyirik. Bu zaman biz mütləq CMass kitabxanasını daxil eləməliyik. Və yaxud da hər hansısa bizə verilən bir siyahını sıralamalıyıq. Bunun üçün biz sort funksiyasından, sort metodundan istifadə edirik. Bunu indi gələcəkdə bunlar haqqında danışacağıq. Buna görə biz bunu istifadə etməyə görə biz sortu mütləq include algoritm kitabxanasını daxil etməliyik. İndi bəs yaxşı, bu bits std c++.h nədir? Biz bütün kitabxanaları bu şəkildə bir-bir əllə daxil etməməyə görə sadəcə include bits std c++.h yazırıq. Yəni bu kitabxana bayaq yazdığım kitabxanalar və əlavə bir çox kitabxananı elə bil öz daxilində saxlayır. Yəni sadəcə bunu yazırıq və artıq əlavə heç bir kitabxana yazmırıq. Sadəcə bu bizə kifayət edir. Düzdür, müəyyən data strukturları var ki, indi onlar haqqında gələcəkdə danışacağıq. Bununla yanaşı yenə bir-iki ədəd fərqli kitabxana daxil etməliyik, amma hələ ki, yəni bunu bilmək bizə kifayətdir. Sonra gələk using namespace std-yə. Bu əslində qeyd etmişəm, kodu sadələşdirir. Bunu necə izah edim? Bir dəqiqə. Bu elə bil std namespace-indən istifadə üçündür. Məsələn, biz bunu yazmasaq, məsələn, kodu indi bu şəkildə yazam, bu qismlər haqqında danışacağım. Məsələn, biz yenə hello world yazmaq istəyiriksə, bu zaman artıq biz belə yazmalıyıq. Std world. Bu şəkildə yazmalıyıq. Yəni elə bil std namespace tələb edən bütün şeylərin əvvəlində biz std-ni bu formada qeyd etməliyik. Amma əgər biz using namespace std yazsaq kodun əvvəlində, artıq bu std-yə ehtiyac, yəni bu std-ni hər necə deyərlər, lazımi sətrin əvvəlində yazmağa ehtiyac qalmır. Yəni sadəcə burada bunu yazırıq və artıq yəni kodumuz həm qısalır, həm sadələşir, həm yazmaq rahatlaşır. Düzdür, bunları çox daha yəni dərindən nə işə yaradıqlarını anlamaq istəyirsinizsə, yəni internetdə çox dərindən məlumatlar var, amma yəni hələ ki bu qədər bilmək bizə bəs edir. İndi gələk cout hello world. Daha doğrusu gəlin ilk növbədə integer main-dən danışaq. Int main. Bu nədir? Bu bizim main funksiyamızdır. Biz kodu işə salan zaman ilk növbədə bu main funksiyası daxilində olan sətirlər işə düşür. Main funksiyası daxilində olan sətirlər nədir? Bu bəzəkli mötərizənin açıldığı yerdən bəzəkli mötərizə qutarına qədər olan hər şey main funksiyası daxilində sayılır. Yəni məsələn cout hello world main funksiyasının daxilində olan bir sətirdir bu. Sonra gələk cout. Düzdür, bunları indi əlbəttə ki ilk dərsdən belə tam anlamaq mümkün deyil, biraz qarşılıq olur, amma getdikcə yəni çox daha sadələşəcək. İndi gələk cout, yəni proqramın əsas qisminə mən deyərdim gələk. Burada nə varıq? Burada bu sətir hello world yazsın çıxışa vermək üçündür, output-a vermək üçündür. Cout ümumiyyətlə bizə, bilmirəm indi bəziləriniz bəlkə informatikada Python dili ilə tanışdı. Python dilində hansı ki print varsa, C++ dilində də cout var.
Və biz bu hello world əvəzinə bura məsələn salam da yaza bilərik və yaxud da məsələn öz adımı da yaza bilərəm. Mən bura nə yazsam siyahıdan sonra proqram bu yazını çıxışa verir. Bu sondakı end line deməkdir. End yazılıb gördüyünüz kimi. Bu nə deməkdir? Bu kodu yeni sətrə keçirdir. İndi birazdan bunlar haqqında daha yaxşı danışacağam. Bu arada bu end line-da yaza bilərsiniz və yaxud da bu formada dırnaq arasında xətt və end yaza bilərsiniz. Yəni bununla end line arasında heç bir fərq yoxdur. Hansı adı son idin. Sadəcə mən əvvəldən bu şəkildə yazmışam deyə buna yəni öyrəşib əlim. Amma istəsəz bunun əvəzinə end line yaza bilərsiniz. Arada demək olar ki, heç bir fərq yoxdur. Sonra burada return 0 var. Bu nə deməkdir? Bu biz ümumiyyətlə main funksiyasının daxilində hər hansısa bir yerə return 0 yazırıqsa, bu deməkdir ki, artıq proqram dayanır. Yəni mən bura return 0 yazdım. Ondan sonra mən buradan nə qədər şey yazıramsa yazıram, artıq heç bir önəmi olmur. Return 0 yazandan sonra artıq proqramın işi bitir. Burada da olsa qeyd etmişəm. Yox, return 0-ı burada qeyd etməmişəm. Çox güman ilərilərdə var. Yəni return 0 ümumiyyətlə proqramı dayandırır. End line-ı burada qeyd etmişəm, cout-u qeyd etmişəm. Çıxış nümunələri. Məsələn, burada müəyyən çıxış nümunələri var. Hansı ki, cout, salam, olimpiyada bu formada. Yəni onu deyim ki, siz bunları yazmasanız, include-dur, using namespace-dir, integer main-dir falan, return 0 yazmasanız da olar bu arada. Yəni sadəcə gəlib bura bunu yazsaz, yəni kod işləməyəcək. Mütləq siz bunları yazmalısınız. İndi gələk biraz cout haqqında danışmağa. Məsələn, gəlin bu kodu işə salaq. Burada mən terminalda bunu işə saldım. Bu qism sizə aydın olmayacaq. Yəni buna görə mənim tövsiyəm Code Blocks-dan istifadə etməyinizdir. Code Blocks-da kodu kompilyatoru işə salmaq çox daha rahatdır. Burada müəyyən terminal əmrləri yazmaq lazımdır, amma Code Blocks-da bu çox daha rahatdır. Ona görə də mənim tövsiyəm başlanğıcda Code Blocks-dan istifadə edəsiniz. Onsuz yəni dil eyni dildir. Yəni mənim burada yazdığım hər şeyi siz Code Blocks-da da eyni şəkildə tətbiq edə bilərsiniz. Aha, gəlin proqramı çalışdıraq. Proqramı çalışdırdım, gördüyünüz kimi çıxışa qardaş əli verdi. Gəlin indi belə bir şey edək. Tutaq ki, fərqli bir şey yazaq. Məsələn, salam, dünya. Gəlin kodu işə salaq. Daha doğrusu kodu kaydetmək lazımdır bir dəqiqə. Gördüyünüz kimi salam dünya yazsın, çıxışa verdi. İndi bu cout haqqında biraz danışaq, yəni cout-u biraz daha dərindən öyrənək. Məsələn, tutaq ki, mən belə bir şey etmək istəyirəm. Müəyyən adları çıxışa vermək istəyirəm. Lakin istəyirəm ki, yəni bu adlar arasında boşluqlar olsun. Məsələn, belə bunu iki cür etmək olar. Necə? Məsələn, tutaq ki, çıxışa verirəm Fuad, Həsən, məsələn, Əli. Yəni bu formada biz yazsaq, bura bunu yazım ya da gəlin direkt elə endline yazım. Yəni PDF-də olan kimi. Biz bunu yazsaq, çıxışa yəni artıq məncə hamı bilir ki, çıxışın necə olacaq. Yəni çıxış olacaq Fuad, Həsən, Əli. Gördüyünüz kimi. Və yaxud da mən belə də edə bilərəm. Fuad, boşluq, Həsən və Əli. Daha doğrusu burada boşluq qoymaq yaddan çıxdı. Aha. Bu da eyni bayaqki yazını çıxışa verəcək. Bir dəqiqə. Gördüyünüz kimi Fuad, Həsən, Əli.
Hə, amma siz bu boşluqları yazmasaz, yəni direkt elə belə yazıb çıxışa versəz, bu zaman artıq fərqli bir nəticə ilə qarşılaşacağıq. İndi onu göstərim. Gördüyünüz kimi bitişik oldu. Niyə? Çünki arada boşluqlar yoxdur. Yəni belə deyim də sizə, biz arada boşluq qoymaq istəyiriksə, ya bunların hamısını bir sətr kimi yazacağıq. Bir sətr nə deyir? Ümumiyyətlə biz fikir versinizsə, mən burada dırnaqlardan istifadə edirəm. Çıxışa vermək istədiyim sözü dırnaq daxilində yazıram. Və mənim bu dırnaq daxilində yazdığım hər şeyi bir sətr sayılır. Məsələn, mən burada fərq yoxdur, nə qədər boşluq qoyuramsa qoyum. Lap belə 10 dənə bir boşluq qoyum, sonra 50 yazım. Bu yenə də bir sətr gedəcək. Yəni bir ifadə gedəcək, bir ifadə kimi sayılacaq. Amma mən belə yazsam, Fuad, məsələn, sonra gəlsəm, artıq yeni dırnaq açdığım zaman, artıq burada 2 dənə ifadə var. Və proqram belə edir. Məsələn, burada nə edir proqram? Birinci ifadəni çıxışa verir, boşluq çıxışa vermir, sonra direkt Həsəni verir. Yəni dediyim kimi, ya mən bunları bu şəkildə yazacağam, bu adları boşluqla çıxışa vermək istəyirəmsə, ya da ki, bayaq göstərdiyim kimi adı yazacağam, sonra gələcəm, boşluq qoyacağam, sonra növbəti adı yazacağam. Yəni bu şəkildə. Niyə olmadı? Hə, yəni bu şəkildə. Ya bu şəkildə edəcəm, indi bayaq göstərdiyim kimi bir sətr daxilində yazacağam. İndi nədən danışa bilərik? Hə, gələk bu endline söhbətinə ki, bu endline nə deməkdir? Məsələn, mən tutaq ki, belə etmək istəyirəm. Gəlin sizə bir şey göstərim. Məsələn, mən yazıram Fuad. Bu şəkildə çıxışa verirəm. Daha doğrusu gəlin ilk növbədə endline yazmayaq. Sonra gəlirəm növbəti sətirdən Həsən sözünü çıxışa verirəm. Gəlin görək proqramı işə saldığımız zaman nə ilə qarşılaşacağıq. Daha doğrusu səhv getdi bu. Bir dəqiqə bunu təzədən yazım. Gördüyünüz kimi yenə yazıları bitişik çıxışa verdi. Amma məsələn mən istəyirəm ki, bunlar alt-alt olsun. Yəni birinci Fuad olsun, sonra növbəti sətirdə Həsən olsun. Artıq mən buna görə endline-dan istifadə edirəm. Bunu arır endline, yeni sətrə keçir. Yəni artıq Fuadı çıxışa verir və endline-dan sonra mən nə yazsam, o artıq növbəti sətirdən çıxışa veriləcək. Məsələn, mən bura gəlin bunu yoxlayaq ilk növbədə, sonra bir şey daha deyəcəm. Baxaq. Gördüyünüz kimi Fuad Həsən. Və biz bunu növbəti sətirdən yazmaq məcburiyyətində deyilik. Bunu direkt burada da yaza bilərik. Həsən. Yəni bu şəkildə Fuadı çıxışa verir, yeni sətrə keçir, sonra Həsən yazısını çıxışa verir. Və mən bunu istədiyim qədər artıra bilərəm. Məsələn, endline yazaram, çıxışa verərəm. Nə bilim, məsələn, 50 sözünü çıxışa verərəm. Sonra boşluq qoyaram, bayaq göstərdiyim formada. Məsələn, yenə boşluq qoyaram. Gələrəm, məsələn, nə bilim, verərəm Ayxan yazısını çıxışa verərəm. Gəlin buna baxaq. Görək necə olacaq. Baxın, Fuadı çıxışa verir, yeni sətrə keçir, Həsəni verir, yeni sətrə keçir, əlini verir, boşluq qoyur, Ayxanı verir. Yəni ümidvaram ki, bunu anladınız. Hə, bu arada siz endline əvəzinə bu şəkildə də yaza bilərsiniz. Mənim yenə dediyim kimi, mən əvvəldən bu şəkildə yazmışam deyə, yəni endline əvəzinə dırnaq arasında xətt in yazmışam deyə. Yəni bunu öyrəşib deyə mən həmişə belə yazıram, amma siz endline-də yaza bilərsiniz. Ümidvaram ki, bu endline söhbəti də aydın oldu. Sonra nə haqqında danışa bilərik? Əslində danışılası başqa bir şeyimiz qalmadı. Hə, burada maraqlı bir nümunə var. Sadə şəkil çıxarmaq üçün siyahut istifadəsi. Məsələn, mən bu formada bir çərçivə deyək də çıxışa vermək istəyirəm. Gəlin bunu yazaq. İlk növbədə mən nağarıram. Burada görürsünüz də, yəni bu üçün-üçə bir çərçivədir. Gəlin ilk növbədə yazıram, siyahut edirəm, 3 dənə ulduz qoyuram və keçirəm növbəti sətrə.
Sonra gəlirəm Cout yazıram. Ulduz qoyuram, boş qoyuram və bir dənə ulduz daha qoyuram bu şəkildə. Və yenə görüm, aha, Cout yazıram və yenə ilk sətirdəki kimi bu şəkildə. Buradan ağırıram, gəlin bunu işə salaq. Gördüyünüz kimi belə bir çərçivə çıxışa verdi. Yəni mən bunu çərçivənin ulduzlarından düzəltdim, amma siz istəsəz, nə bilim, yəni istədiyiniz simvolla bu çərçivəni düzəldə bilərsiniz. Sadəcə etməyiniz gerəkən şey burada ulduzların əvəzinə fərqli bir simvol yazmaqdır. Gəlin bunu da məntiqin baş salım. İlk növbədə biz 3 dənə aralarında bir boşluq olmaqla ulduz çıxışa veririk. Gördüyünüz kimi sonra keçirik növbəti sətrə. Yenə bir dənə ulduz qoyuruq, boşluqlar buraxırıq, sonra yenə ulduz qoyuruq. Bax gördüyünüz kimi bir dənə ulduz, boşluqlar, sonra yenə ulduz və yenə növbəti sətrə keçirik. Gəldik artıq yenə 3 dənə ulduz qoyuram aralarında boşluqlarla və bu şəkildə bir çərçivə alınır. Yəni ümidvaram ki, bunu da başa düşdünüz. Bundan da əlavə görüm nəsə belə danışmadığımız bir şey qaldımı? Bu şərh qismləri haqqında danışmaq istəyirəm. Bu şərh qismləri nədir? Ümumiyyətlə biz 2 dənə bu xəttdən qoyduğumuz zaman proqramda, yəni bunu istədiyimiz yerdə edə bilərik. Fərqi yoxdur. Main funksiyasının daxilində edək, kodun ən əvvəlində edək, kodun ən sonunda edək. Yəni istədiyimiz yerdə bunu edə bilərik. Gəlin bura bu 2 dənə xəttə qoyuram və bundan sonra mən nə yazıramsa yazım. Məsələn, gəlin belə deyək. Burada göstərim daha aydın olsun. Məsələn, yazıram Cout, məsələn, Fuad və endline. Bunun artıq bir önəmi olmayacaq. Gördüyünüz kimi yaşılla işarələnib. Yəni bu şərh kimi istifadə olunur da. Yəni proqram bunu oxumur. Məsələn, gəlin yoxlayaq. Yəni normalda məsələn biz əvvəl necə edirdik? Yəni bu Fuad sözü çıxışa gəlməli idi. Siyahdan istifadə etmişəm, amma görürsünüz ki, çıxışda Fuad yoxdur. Çünki kompüter bunu oxumur, şərh kimi tanıyır bu yazını. Yəni və siz bura istədiyiniz şey yaza bilərsiniz. Yəni lap öz adınızı yazın, nə yazırsınızsa yazın. Bəs yaxşı, biz bunu niyə istifadə edirik? Biz əslində düzdür, hələ ki bu bizə lazım deyil, amma məsələn gələcəkdə çox uzun kodlar yazan zaman, çox belə qarmaşıq məsələləri həll edən zaman proqramın müəyyən qismlərində bu formada özümüz üçün şərhlər yazırıq ki, məsələn kodun bu hissəsi bu işi görür. Yəni bunu yazıb öz işimizi biraz daha sadələşdirmək üçün istifadə edirik, amma hələ ki ehtiyacımız yoxdur. Məsələn, mən burada baş salmaq üçün elə burada da onu etmişəm. Məsələn, bu proqram Hello World yazısını ekrana çıxarır bu şəkildə. Başqa da bir şey məncə qalmadı hələ ki, yəni ilk dərs üçün. Yəni oldu. Yəni ilk dərs bu qədər. İndi İnşallah gələn dəfə artıq ikinci dərs keçəcək. Orada artıq data tipləri haqqında danışacağıq. Orada biraz bundan çox daha mürəkkəb bir dərs. Yəni burada elə bil sadəcə giriş elədik. Oldu. Özünüzə yaxşı baxın. Sağ olun.